Qış dağçılığında dağçılar suyu necə əldə edir? Bir çox insan düşünür ki, qışda dağlarda hər yer qar olur, buz olur. Bu dağçılar suyu hardan tapır, necə içir? Bu videoda sizə qışda dağlarda, düşərgələrdə suyu necə əldə edirik, onu göstərəcəm. Təbii ki, ilk ağla gələn qar suyunu əridib içməkdir. Amma bildiyimiz kimi qar suyu mineralsızdır və o suyu içdikdə bədənimiz həmin suyu depolamır. Buna görə də biz birbaşa qar suyunu əridib içmirik. Qar suyunu minerallaşdırmadan içsək, həmin anda bəlkə susuzluğumuzu yatırda bilər, amma bir neçə dəqiqədən sonra yenidən susadığımızı hiss edəcəyik. Qar suyunu əridib içməyin bir çox yolu var. Birinci yol odur ki, əgər normal bir suyumuz varsa yanımızda, həmin suyu qaba əlavə edib üzərində qarı əridirik. Bu şəkildə etdikdə birinci suyun mineralları qar suyunun içərisində qarışır və artıq həmin su minerallaşmış olur. İkinci yol isə duzdur. Əgər üzərimizdə duz varsa, yenə qarı qaba əlavə edirik, üzərinə duzu tökürük, sonra isə əriməyə və qaynamağa qoyuruq. Bu şəkildə duzdakı minerallar suyun içinə keçəcək və həmin su minerallaşmış olacaq. Mən əgər bu yoldan istifadə etməli olsam, ya özümlə Himalay duzu aparıram, ya da ki Naxçıvan duzu aparıram. Bu deyəcəyim üsuldan bəzi insanlar çox zaman iyrənir, edə bilmir. Üçüncü yol qarın üzərinə torpaq əlavə etməkdir. Amma suyu torpaqla minerallaşdırmağın da sırası var təbii ki. Qarı əritmədən qarın üzərinə torpağı tökürsüz, qabın içinə qoyursunuz və eləcə əritməyə başlayırsınız, daha sonra isə qaynadırsınız. Çünki siz əgər qarı əridib, qaynadıb, daha sonra içinə torpaq töksəz, oradakı bakteriyalar sizin bədəninizə keçə bilər. Amma qarı əritməmişdən qabaq, üzərinə torpağı töküb, daha sonra qaynatsaz, qaynayan zaman torpağın içində olan bakteriyalar öləcək, amma suyunuz da minerallaşmış olacaq. Ümidvaram bu videom qış dağçılığı ilə məşğul olmaq istəyənlər üçün faydalı olar. Səhifəmdə ən çox yay dağçılığına, yay kampçılığına aid videolar olduğunu gördüm və qərar verdim ki, qış dağçılığına aid də videolar çəkməyə başlayım. Yaxında daha maraqlı videolar olacaq, dağlardan videolarımız olacaq. Bu tip videoları bəyənirsinizsə, bu videonu da bəyənin və gələcəkdəki videolardan xəbərdar olmaq üçün səhifəni izləməyi unutmayın.